Kaliforniyada 33 yaşlı keçmiş maliyyə eksperti Salman Khan internetdə riyaziyyat dərsi keçir. Dünyanın hər yerində riyaziyyatı öyrənmək istəyənlər hər gün onun səsini dinləyir. O, YouTube'da qara yazı taxtasında 1200 dərs yerləşdirib. Burada riyaziyyatın əsaslarından tutmuş diferensial hesablama və elm, maliyyə sahələrini əhatə edən səviyyə qədər material var. Özü də dərslər pulsuzdur. Trigonometriyaya girişdə mən trigonometrik funksiyaları öyrədirəm. Bu, ən populyar videolardan biridir. Ona 179 min nəfər baxıb. Özü də bunlar bilirsiniz, sinus, kosinus və tangensdir, deyə Salman Khan bildirir. Salman Khan Kaliforniyada Silikon vadisində ailəsi ilə yaşayır. Onun həyat yoldaşı Stanford Universitetində revmatologiya öyrənir. Körpə uşağı var. Khan Akademiyasını yaratmaq 4 il əvvəl qardaşı oğluna kiloqramları qramlara çevirməyi öyrədərkən ağlına gəlmişdir. Khanın köməyi ilə o riyaziyyatı yaxşı bilməyə başlayıb. Khan isə özünə yeni karyera yaradıb. Salman Khan dərs keçir. İndi Khan dərslərini yataq otağının arxasında kiçik otaqda yazır. O özü heç vaxt kamera qarşısına çıxmır. Elə bil mənim səsim sanki onların başındadır. Siz lövhəyə baxıb, sanki kiminsə arxanızda durub qulağınıza danışdığını hiss edirsiniz. Bu, sizdən məsafədə yazı taxtası qarşısında durub danışmaqdan fərqlidir, deyə o bildirir. Kaliforniyanın Palo Alto şəhərində Kaltiliya qız məktəbinə dəvət edildikdə Salman Khan dərhal şagirdlərlə təmas qura bildi. Siz mənə deyirsiniz ki, hələ də onluq kəsirlərin bölünməsini bilmirsiniz. Söhbət onluq kəsirlərdən gedirsə, siz tək deyilsiniz. Heç kəs onluq kəsirlərin bölünməsini unutduğunu etiraf etmir, deyə o bildirir. Dəfələrlə qulaq asıla bilən qısa dərs ideyası yuxarı sinif şagirdi Bridget Minnie'nin xoşuna gəlir. O deyir ki, 7-ci sinif cəbir dərsini yaxşı öyrənə bilmir. Müəllimlər yaxşıdır, lakin hamı üçün rahat metodla gedə bilmirlər. Mənim dərsdə öyrəndiklərimi sonra kompüterdə daha dərindən öyrənmək imkanı çox xoşuma gəlir, deyə o bildirir. Salman Khan YouTube'da məhdudiyyətlərə görə qısa dərslər hazırlayırdı. Amma indi deyir ki, bu daha yaxşıdır. Tədqiqatçılar mənə deyiblər ki, insan nəyəsə 10 dəqiqədən çox diqqət verə bilmir. Bundan o tərəfə hər şey yaddan çıxır. Hamımız kollecdə professorun sözlərinə 10-15 dəqiqə diqqət verib, sonra qalanları unutduğumuzu yaxşı xatırlayırıq, deyə o bildirir. Salman Khan üçün riyaziyyat, elm və maliyyə dərsləri işin başlanğıcıdır. O, YouTube'da başqa mövzuları əhatə edərək səhifəni genişləndirməyə planlaşdırır. Vaşinqtondan Dilşad Əliyarlı, Amerikanın səsi.